İndi biz yeni topluya düşən düzxətli bərabər sürətli aid və düzxətli bərabər təcili, ümumiyyətlə düzxətli hərəkətə aid yeni topluda olan misalların izahlarını bir-bir baxacağıq. İlk öncə köhnədən fərqli olaraq yeniyə düşən yeni suallara baxaq. Biri belə desək, səhifə 7-də 48-ci sual. Sual belədir, x oxu üzrə hərəkət edən iki cismin hərəkət tənliyi x1 8 üstə gəlinsin 6t və x2 bərabərdir 24 üstə gəl 2t şəklindədir. Nə qədər vaxtdan sonra birinci cisim ikinci cismə çatar? Birinci cismin ikinciyə çatması o deməkdir ki, yəni ikisi də bir yerdədir. Cismin harada olduğunu göstərən kəmiyyət koordinat olduğuna görə x1 x2-yə bərabər olmalıdır. Onda 8 üstə gəlinsin 6t bərabərdir 24 üstə gəl 2t. 6t'dən 2t'ni çıxırıq 4t, 24'dən 8'i çıxırıq 16 və buradan t'ni tapırıq 4. Yəni 48-ci misalda cavabımız bizim D bəndidir. Bu 48. Sonra isə aşırsaq səhifə 8-də səhifə 8-də 54-cü misala baxarıq. 54-cü misalda x-in t'dən asılı qrafiki verilmişdir. İlk öncə məsələyə baxarkən biz istəyir qrafik olsun, istəyir tənlik olsun. Hansı hərəkətə uyğun gəldiyini ilk öncə analiz eləməliyik. X-in t'dən asılığına fikir versəz, görürsünüz ki, qrafiki düz xətdir. Deməli, bu düz xətli bərabər sürətliyə aiddir. Çünki x bərabərdir x0 üstə gəl vxt, belə desək, düsturuna uyğun qrafikdir. Onda buradan istifadə eləyib zamanın A nöqtəsinə, yəni belə desək, buna uyğun x-i verib bizdə 10'dur. Biz həmin A-nın yerində duran zamanı müəyyənləşdirməliyik. Və bunu necə müəyyənləşdirəcəyik? Yenə dediyim kimi düsturun hesabına. İlk öncə burada baxırıq ki, x0'ımız -20'dir. T bərabərdir 2 olanda və T bərabərdir 2 olanda x-ımız isə 0'a bərabərdir. Bunu hər birini gətirib bu düsturda yerinə qoysa 0 bərabərdir -20 üstə gəl vx vurulsun 2'yə. Buradan vx'in 10 olduğunu təyin edə bilərik. İndi isə ikinci etapda biz A nöqtəsinə uyğun x 10 olduğuna görə x-in yerinə, yenə deyirəm bu tənlikdə x-in yerinə 10, x0'ı yuxarıda tapmışıq buradadır, yəni -20'dir. Üstə gəlinsin vx'in yerinə burada tapmışıq, 10 da yatırıb burada yerinə qoyuruq 10. Burada da t'nin yerinə də, yəni bu düsturda t'nin yerinə A qoyaq. Yəni verilən nöqtəni elə qoymuş olaq. Və yaxud da ki, A qoymayaq, belə onu T indeksində A yaza bilərik. Və buradan da 30 T'nin bərabərdir 3 olduğunu tapmış ola bilərik. Yəni ki, bu da ki, 54-cü misalda cavabımız A variantıdır. İndi 58-ci sual var, elə həmin səhifədən. 58-ci sualda x-in T'dən asılı qrafik verilib. X-in T'dən asılı verilib. İki cisim üçün qrafiki çəkirik. Deməli, qrafik bu formadadır. Digəri isə bizdə bu formadadır. Bu ikincisi, bu isə birincisidir. Bu 20, 10, 0, 4 da -10. Uşaqlar, burada soruşur ki, cisimlərin görüş yerlərinin koordinatlarını müəyyənləşdirin. Ümumiyyətlə görüşmədə biz bilirik ki, x1 x2'yə bərabərdir. Uşaqlar, x-in T'dən asılığı veriləndə x1'in x2'yə bərabər olması o deməkdir ki, qrafiklərin kəsişmə nöqtəsi. Çünki x1 x2'yə bərabərdirsə, deməli x-in T'dən aslında qrafiklər həmin nöqtələrdə kəsişir. Həmin nöqtələrin biri budur, digəri isə budur. Bu nöqtənin koordinatı, yəni birinci nöqtənin koordinatı belə desək 10 olar da, ikinci nöqtəni bura birinci yazın,
İkinci nöqtənin də koordinatı -10'dur. Yəni həm 10-cu koordinatda, həm də -10-cu koordinatda görüşmüşdür. Buna da uyğun variant cavab A variantıdır. İndi keçək səhifə 9'a. Telefon biraz qısa çəkdiyinə görə hissə çəkəcəyik. Mesela 59-cu misal, səhifə 9'da 59-cu misal. 59-cu misalda yenə x-in t'dən asılığı verilmişdir. Yirmi, 10, A'mız 4, 2, 0, -10 ve -20. Bu B, bu da C'dir. Şərtdə belədir. X oxu üzrə hərəkət edən A, B və C cisimlərin koordinatının zamanı asılı qrafiki verilmişdir. Qrafika baxırıq və hansı fikirlər doğrudur, hansı fikirlər yanlışdır, onları biz təyin eləyəcəyik. İndi bizdə yenə ilk öncə verilən qrafika analiz edirik. Hər üç qrafik düz xəttli bərabər sürətliyə aiddir. Düz xəttli bərabər sürətli hərəkətdə x-in düzdür, x 0, üstə gəlinsin Vx t'yə. İndi baxırıq. Birinci A üçün. Deməli uşaqlar, burada baxırıq. Bu misalda x-in t'dən asılılığına baxsaq, düz xəttli bərabər sürətli olduğunu görmüş oluruq. Burada isə indi hər bir nöqtənin sürətinin proyeksiyalarını tapacağıq. Deməli birincisi A nöqtəsinə baxıram. x0 10'dur. T bərabərdir 4 anında isə x 20'dir. A nöqtəsinin sürətinin proyeksiyası x0 bölünsün t. Yəni 20 çıxılsın 10 bölünsün 4 bərabər 2,5. Keçirəm B cismi üçün. B cismində bu B cisminin belə desək qrafikidir. x0 göründüyü kimi 10'dur. T bərabərdir 2 olanda x isə 0'dır. Onda B cismin sürətinin proyeksiyası yenə eyni düzdür. x0 bölünsün t. Yəni 0 çıxılsın 10 bölünsün 2 -5'dir. C cismi üçün desək x0'ımız bizdə C cismi budur. x0 0'dır. T bərabərdir 4-cü saniyədə isə x-i -20'dir. Onda C cismi üçün sürətinin proyeksiyası x0 bölünsün t. Baxırıq, -20 çıxılsın 0 bölünsün t'mizdə 4'dür. O da bərabərdir bizdə -5'ə. İndi oxuyuruq. Birincisi, B cisminin sürətinin modulu A cisminin sürətinin modulundan böyükdür. Bəli, doğrudur. B cismin sürətinin modulu A cismin sürətinin modulundan böyükdür. 5, 2,5. Deməli, 1 doğrudur. İkincisində deyil. B cismin sürətinin modulu A cismin sürətinin modulundan kiçikdir. Bu yanlışdır, artıq birincisində gördük. B və C cisimlərinin sürətinin modulları bərabərdir. Düzdür. B və C cisimlərinin sürətinin modulları bərabərdir. Deməli, 3 doğrudur. B və C cisimləri arasındakı məsafə, yəni B və C cisimləri arasındakı məsafənin, belə desək, hər an sabitdir. Düzdür. Niyə? Çünki sürətləri eynidir. Aralarındakı məsafə B və C cisim üçün 10 metrdir. Yəni, belə desək, zaman artsa da yollar eynidir deyə avtomatik olaraq
Beşincisini oxusaq, deyib, B cismi ilə C cismi eyni istiqamətdə hərəkət edir. Bəli, hər ikisinin sürətinin proyeksiyasına baxsaq, hər ikisi mənfidir. Yəni ki, bizdə B cismində sürətinin proyeksiyası -5, C cismində sürətinin proyeksiyası -5'dir. Yəni bu iki cisim əks istiqamətdə düz xətli, bərabər sürətli hərəkət edirlər. Deməli, beşincisi də doğrudur. Altıncısına baxaq. B cismi ikinci saniyədə istiqamətini dəyişmişdir. Baxırıq. B cismi düz xətli bərabər sürətlə hərəkət edir, sürətinin proyeksiyası mənfi ədəddir və istiqamətini də dəyişməyib. Yəni, 6-cı fikir səhvdir. Yəni, səhv fikirlər 2 və 6-dır. Ümumiyyətlə, istiqamət dəyişimi biraz uşaqları çaşdırır. İstiqamət dəyişimi sürətin proyeksiyasına aiddir. Sürətin proyeksiyası müsbətdən mənfiyə və yaxud da mənfidən müsbətə keçid əldə edibsə, onda istiqamət dəyişmiş olur. Bu da oldu bizdə 59-cu misal. İndi isə 64 və 65 tipli misala baxacaq. Burada 65 ilə 66 eynidir deyə mən birinə baxacağam. Deməli, ilk öncə 64-cü misala baxaq. X-in T'dən asılığı verilmişdir yenə. Bu A. Bu da ki B. 10, 4, 0. Bu da ki 2. Sual belədir uşaqlar. 4-cü saniyənin sonunda avtomobillər arasındakı məsafəni tap. Ümumiyyətlə, iki cisim arasındakı məsafə onların koordinatlarının fərqinin moduludur. Yəni, x1 ilə x2-nin fərqidir. Yenə qrafiki analiz edirik. Grafiklər düz xətli bərabər sürətli hərəkətə aiddir. Düz xətli bərabər sürətli hərəkətdə də x-in düzdür. x0 üstəgəl vx-t'dir. Uşaqlar, ilk öncə biz verilən qrafikə əsasən həm A cisminin vx-ini, həm də B cisminin vx-ini təyin edək. x0 bölünsün t. x0 bölünsün t. A cisminin x0 sıfırdan çıxdığına görə x0 sıfırdır. A cismi x-i 10, t'si isə 2'dir. Onda A cisminin sürətinin proyeksiyası 5'dir. İndi gəlirik B cismini. B cismi göründüyü kimi 4'dən çıxır. Deməli, x0 4'dür. x-i 10, 10'a uyğun t isə 2'dir. 10'dan 4 çıxırıq. 6, 6'nı 2'ye bölürük, 53. İndi uşaqlar, bu düsturu həm A üçün yazaq, həm də B üçün yazaq. x-a bərabər x0 üstəgəl vx-t. x0 A-da x0 sıfırdır, vx-i 5'dir. 5 vur t, yəni 5'dir. Eyni ilə B üçün yazaq. x0 üstəgəl vx-t. x0 4'dür. Üstəgəlinsin 3t'yə. İndi 4-cü saniyədə həm x-a-nı, həm də x-b-ni tapıb aralarındakı məsafəni tapa bilərik. x-a, burada yatıb yerinə qoyuruq. 5 vur 4 bərabər 20. x-b 10 da yatıb burada yerinə qoyuruq. 4 üstəyənsin 3 vurulsun. T'nin yerinə 4 yazırıq. 3 4'ün 12, 16. Və aralarındakı məsafəni də tapmış olsaq, x-a açıq, x-b o da bərabərdir 4'ə. Yəni düzgün cavab 4 olmuş olur. Yenə də deyirik. Həm A cisminin x-ini tapdıq. Bu A cisminin x-i, bu isə B cisminin x-idir. T'nin yerinə 4 qoyduq. Bu elədir 20, çünki özləri veriblər. Eyni ilə T'nin yerinə 4 qoyduq, bu elədir 16. Nəticədə 64-cü misalı həll etmiş olduq. İndi keçək 65-ci misala. Altmış beşinci misal. Yenə x-in t'dən asılığıdır.
Bu A, bu B, 2, 0, 14. Uşaq, belədir uşaqlar. 6-cı saniyənin sonunda aralarındakı məsafə 4 metrdir. Davamında nə deyir? Yəni bu verilən şərt. Davamında deyir ki, müşahidə başlayan anda. Müşahidə başlayan anda deyəndə zaman 0, yəni ilkin hal. Zaman 0 olanda da cisimlər arasındakı məsafə, yəni müşahidə başlayan zaman 0 demək, yəni t-ni 0 götürürük. Müşahidə başlayan anda da onlar arasındakı məsafə başlanğıc koordinatların fərqidir. Yəni zamanın başlanğıc anında, müşahidə başlayan anda iki cisim arasındakı məsafə onların başlanğıc koordinatlarının fərqidir. İndi düzdür, bizdə A cisminin başlanğıc koordinatı var, 0'dır. Amma B cisminin başlanğıc koordinatı verilmir. Biz B cisminin başlanğıc koordinatını tapıb, sonra isə onların fərqini tapmış olacağıq. Onun üçün də ilk öncə uşaqlar, verilən yenə qrafiki təhlil edirik. Verilən qrafiklər düz xətti bərabər sürətliyə aiddir. Birinci A cismi üçün baxıram. A cismində x A0 0'a, t bərabərdir 2 olanda isə bizim belə desək, x-imiz 14'ə bərabərdir. Biz buradan A cisminin, yəni Vx-ını tapa bilərik. O da bərabərdir x0 bölünsün t. Yəni 14 çıx 0 bölünsün 2 eləyir 7. Və A cisminin, yəni x-a yazıram, onun tənliyini də yaza bilərik. x0a üstəgəl vx-a vurulsun t. Yəni x0a bizdə 0'dır. Üstəgəlinsin 7t. Yəni o da bərabərdir 7t. İndi uşaqlar, keçək B cismi üçün tapaq. B cismində x0b verilməyib. Yəni qrafikdə t'miz 2 olanda xb isə 14'ə bərabərdir. Onda buradan vb'ni tapsam, yəni B cisminin proyeksiyasını tapsam, xb çıx x0b bölünsün t'yə. Yəni o da olacaq sizdə uşaqlar. 14 çıxılsın x0b bölünsün 2'yə. Yəni verilməyib. İndi eyni ilə B cisminin x-ını tapsam, o da bərabərdir uşaqlar. x0b üstəgəl vb x-a vurulsun t. Yəni olacaq x0b üstəgəlinsin 14 çıx x0b bölünsün 2 vurulsun t. Biz həm A cisminin x-ini yazdıq, həm də ki B cisminin x-ini yazdıq. İndi qayıdıram yuxarıdakı şərtə. Yuxarıdakı şərt nə deyir? Deyir ki, 6-cı saniyədə aralarındakı məsafə 4 metrdir. Bu nə deməkdir uşaqlar? Yəni 6t bərabərdir 6 olanda aralarındakı məsafə, yəni xa çıxılsın xb bərabərdir 4'ə. İndi mən bu hissəni silək, sonra yerlərində qoya bilək. Bu hissəni bir dənə silirəm. Bunu yuxarı köçürdürük. Yəni xa buradadır, tapmışıq 7t. Bunu buraya yazım. xb-ni də ki buraya yazaq. x0b üstəgəlinsin 14 çıxılsın x0b bölü 2 vurulsun t. İndi buranı silək. İndi uşaqlar, deyirik t bərabərdir 6 saniyədə aralarındakı məsafə 4'dür. Yəni x-a çıx xb. T'nin yerinə biz 6'nı qoyub x-anı tapa bilərik. 7t, çünki x-a buradadır. Yerinə qoyuruq. 7 var 6 bərabərdir 42. Eyni ilə t'nin yerinə 6 qoyub xb-ni də tapa bilərik. Olacaq x0b, çünki verilməyib. 14 çıxılsın x0b bölünsün 2 vurulsun t'miz 6. O da bərabərdir bizdə. x0b üstəgəlinsin 6 ilə 2 ixtisar gedir. 14 çıxılsın x0b vurulsun 3'ə. Biraz sadələşdirsək olacaq 42 çıxılsın 2 x0b'yə.
Deməli biz x-a'nı da tapdıq, x-b-ni tapdıq. Gətirib bu düsturda, yəni burada yerinə qoysaq 4 bərabərdir. x-a'nın yerinə qoyuram 42, x-b-nin yerinə qoyuram 42 çıxılsın 2 x0b. 42'ler ixtisar gedir, 2 x0b qalır. Və buradan da x0b'ni biz tapmış oluruq. x0b 2'ye bərabərdir. x0a-da, yəni burada onsuz da yazmışıq, x0a-da 0'a bərabərdir. Onda artıq uşaqlar t bərabərdir 0-anında aralarındakı məsafə dediyimiz kimi x0a ilə x0b'nin fərqinə bərabərdir. Yəni o da bərabərdir sizdə x0a 0'dır, x0a 0'dır, x0b də 2'dir. Bu da bərabərdir 2'ye. Biz artıq 65-ci misalı həll etmiş olduq.